12 il əvvəl nəsə deməliyəm? 12 il əvvəl, yəni 2014-cü ilin iyun ayında hardaydınız və nə ilə məşğul olurdunuz? Siz şərhlərdə yazın, biz də əməkdaşlarımızdan soruşaq. Getdik. 12 il əvvəl 14 yaşım var idi. O vaxt məktəb mayda bitirdim ayın sonu. Yəqin kəndə getmişdim artıq. İmtahan vermişdim, sonra isə qabiliyyət imtahanına hazırlaşırdım. Çox stresli bir dönəmdən keçirdim. Məndən sonra. 12 il əvvəl mən yetişirəm, bilmirəm. Bilmirəm. Nəsə deməliyəm? 12 il əvvəl 12 yaşım olur. İyunda nə edirdim? Çox böyük ehtimal dənizdə idim deyə düşünürəm. Təşəkkürlər. 7-ci sinifi təzə bitirmişdim, istirahət edirdim. Universitetdə qiyabi təhsil alırdım, həmçinin də ambardar kimi çalışırdım. 8-ci sinifi bitirmişdim. Yəqin ki, yay tətilində evdə dincəlirdim. 2014-cü ildə mən universitetə hazırlaşırdım. Məktəbin sonuncu ilində idim və hazırlıq dönəmi idi. Müəllimlərin yanına gedib gəldim. 2014-də bunu eləyirdim. 2014-cü ilin iyununda 100% istirahət edirdim. İstirahət vaxtlarına düşür, amma şirkət olaraq başqa bir şirkətdə idim. Əsmər xanımı gözləyirdim. Məktəbi yeni bitirmişdim, imtahana hazırlaşırdım. Onda 11 yaşım var idi, məktəbdə idim təbii olaraq. Həmin vaxtda 5-ci sinifdə oxuyurdum. İyun ayında yadıma gəlir ki, mən onda rəqsə gedirdim. Konsertlərimiz də orada, onu hazırlaşırdıq. 12 il əvvəl, yəqin ki, həmin vaxtı mən Lənkəranda yay ayı idi və çimərlikdə idim. 10 yaşım var idi, 4-cü sinifi bitirmişdim. Yəqin ki, multfilmə baxırdım. 2014-cü iyunda Atabank Yeniyyət filialında kredit şöbəsi mütəxəssis vəzifəsində çalışırdım. Vaxtla da baxsız 100% kredit verirdim kiməsə. Çox maraqlı sualdır. Həmin vaxtda xatırlayıram ki, mən bir qeyri-hökumət təşkilatında çalışırdım və həmin təşkilat bağlanmaq ərəfəsində idi. Elə bir problemlər yaranmışdı və mən də bu səbəbdən artıq yeni bir iş axtarışına baş vurmuşdum. Elə xatırlayıram. Elşən bəy, 12 il əvvəl, yəni 2014-cü ilin iyun ayında hardaydınız və nə ilə məşğul olurdunuz? Çox gözəl sualdır. Düz 12 il bundan öncə mən həyatımda böyük bir burulğanlardan çıxaraq, böyük bir uğursuzluqlardan çıxaraq Baraçın şirkətinin qurulması ilə məşğul idim və 2014-cü ilin iyunun 9-u Baraçın şirkəti təsis olundu. Amma bu müəyyən bir vaxt aldı. Bir aya yaxın mən hazırlıqlar gördüm və yadıma gəlir ki, gecə saatlarında, səhərə yaxın saatlarda mən həyətdə oturmuşdum, kompüterlə, laptopla dizimin üstündə ideyalar formalaşdırırdım və ağlıma artıq bu şirkətin adı gəlirdi və bu şirkətin adı Baraçın olmalı idi. Beləcə düz 12 il bundan qabaq Baraçın brendini yaratdıq.